Artıq İmam Rza əleyhissalamın mübarək hərəminin ziyarətinə 5 kilometr qalıb. Məşhəd şəhərinə daxil olmamışdan qabaq Həzrəti İmam Rza əleyhissalamın dəyərli dostlarından, dəyərli sahabələrindən olan Əbasət ağanın mübarək qəbrinin ziyarətinə gəldik. Həqiqətən də Əbasət ağa fəzilətli şəxslərdən biri idi. Allah ona 4 imamın xidmətində dayanmağı lütf eləmişdi. Həzrəti İmam Sadiq əleyhissalamın, Həzrəti İmam Musa Kazım əleyhissalamın, Həzrəti Ali ibn Musa Rza əleyhissalamın və Həzrəti İmam Cavad əleyhissalamın xidmətlərində dayanmışdı. Həzrəti İmam Rza əleyhissalam dostu Əbasətə öz sirlərini bölüşmüş və İmam Rza əleyhissalamın şəhadət dönəmində, şəhadət gecəsində Həzrəti Əbasət onun yanında olmuşdu. Dəyərli Məşəd zəvvarlarımızla bahəm yol boyu bütün ziyarətləri başa vurduqdan sonra gəldiyi ən axırıncı ziyarətə Həzrəti İmam Rza əleyhissalamın gizli aşiqlərindən olan Hərsəmə İbni Əyn, Xacə Murad ziyarətgahı adı ilə məşhurdur. Hərsəmə İbni Əyn xəbər tutur ki, İmam Rza əleyhissalam şəhadətə yetişib. Sən demə, İmam Rza əleyhissalamın qatili Məmun Ər-Rəşid imiş. Bu xəbəri biləndən sonra Hərsəmə İbn Əyn bütün dostlara, Əhl-i Beytin bütün sevənlərinə xəbər salır ki, İmam Rza əleyhissalamın qatili Məmun Ər-Rəşiddir. Bunu eşidən Məmun Ər-Rəşid əmr verir və Hərsəmə İbn Əyni öldürürlər.